نربي أذهاننا في تعليم اللغة العربية في هجه الدروس. İlahi, bizi bu dərslərdə ərəb dili təlimlərində elmimizi gücləndir. الدرس التاسع. 9-cu dərs. أنا قريب من الباب. Mən qapının yaxınındayam. أنت بعيد من الباب. Sən qapıdan uzaqsan. أنت قريب من النافذة. Sən pəncərənin yanındasan. أنت بعيد من الباب. Sən qapıdan uzaqsan. أنت قريب من الجدار. Sən divarın yaxınındasan. أنا بعيدة من الجدار. Mən divardan uzaqam. Bunu da qeyd eləyək ki, cümlələrdə sifətin yaxın və uzaq sonluğunun dəyişməsi danışan və ya müraciət olunan cinsindən asılıdır. Məsələn, uzaq kişi cümləyə fikir verin, bu kişiyə aiddir. Uzaq qadın gələndə təmərrütə ilə gəlir. Azərbaycan dilində sən əvəzliyində və sifətlərdə cins fərqi yoxdur. Lakin tərcümədə bu fərqlilik nəzərə alınmışdır. أنا قريب من السبورة. Mən lövhənin yaxınındayam. هل أنا قريب من الباب؟ Mən qapının yaxınlığındayam. هل أنت قريب من النافذة؟ Sən pəncərənin yaxınındasanmı? هل أنت بعيدة من الجدار؟ Sən divardan uzaqsanmı? هل أنت قريب من السبورة؟ Sən lövhənin yaxınındasanmı? هل أنت قريب من الجدار؟ Sən divarın yaxınındasanmı? البنت قريبة من الطفل. Qız uşağın yaxınlığındadır. البنت بعيدة من السرير. Qız çarpayıdan uzaqdadır. الهرة قريبة من الطعام. Kişi yeməyin yaxınındadır. الطفلة بعيدة من النار. Qız otdan uzaqdadır. هل البنت قريبة من الطفل؟ Qız uşağın yaxınındadırmı? هل البنت قريبة من السرير؟ Qız çarpayının yanındadırmı? هل الطفلة قريبة من النار؟ Qız uşağı otdan yaxındadırmı? هل الهرة قريبة من الطعام؟ Kişi yeməyin yanındadırmı? وإذا سألك عبادي عني فإني قريب. Və qullarım məni səndən soruşduqda, mən həqiqətən yaxınam. إن رحمة الله قريب من المحسنين. Həqiqətən Allahın mərhəməti yaxşılıq edənlərə, yəni ehsan edənlərə yaxındır. المحسن قريب من الله. Yaxşılıq edən Allaha yaxındır. المسلم قريب من الله. Müsəlman Allaha yaxındır. قريب من الخير. Xeyrə yaxındır. بعيد من الشر. Şərdən uzaqdır. هذا والدي. Bu mənim atamdır. ووالدي قريب مني. Və mənim atam mənə yaxındır. وأنا قريب منه. Və mən ona yaxınam. من هذا؟ Bu kimdir? من هذا؟ Bu kimdir? هذا والدي. Bu mənim atamdır. هذه والدتي. Bu mənim anamdır. ووالدتي قريبة مني. Və mənim anam mənə yaxındır. وأنا قريب منها. Və mən ona yaxınam. من هذه؟ Bu kimdir? من هذه؟ Burada qadın cinsində getdi. Bu kimdir? هذه والدتي. Cavab verir. Bu mənim anamdır. هل أنا قريب من والدي؟ Mən atama yaxınam mı?
وهل هو قريب مني Və o mənə yaxındırmı? هل أنا قريب من والدتي Mən anama yaxınam. وهل هي قريبة مني Və o mənə yaxındırmı? Fikir verin burada. Huvə o kişiyə aiddir. Hiyə isə o qadına aiddir. من هذا Bu kimdir? هذا جاري Bu mənim qonşumdur. جاري قريب مني Qonşu mənə yaxındır. وأنا قريب منه Və mən ona yaxınam. جاري قريب مني Qonşu mənə yaxındır. جاري هنا قريب Mənim qonşum oradadır, yaxındır. صديقي بعيد مني Dostum məndən uzaqdadır. صديقي هناك بعيد Dostum oradadır, uzaqdadır. هذا جاري حميد Bu qonşum Həmiddir. وذاك صديقي عابد O mənim dostum Abiddir. هذا للقريب Bu yaxın yer üçündür. وذاك للمتوسط Ora, orada mənasını verir. Orta məsafədəki əşyaları və ya yerləri göstərmək üçün istifadə olunur. وذلك للبعيد Ora, orada mənasını verir və uzaqda olan əşyaları və ya yeri göstərmək üçün istifadə olunur. هنا للمكان القريب Bura, burada mənasını verir. Yaxın məsafədəki əşyaları və ya yeri göstərmək üçün istifadə olunur. هناك للمكان المتوسط Ora, orada mənasını verir və orta məsafədəki əşyaları və ya yerləri göstərmək üçün istifadə olunur. Yəni, bu söz nə bura, nə də tamamilə uzaq bir yer deyil. Məhz orta məsafəni bildirir. هنالك للمكان البعيد Ora, orada mənasını verir və uzaq məsafədəki əşyaları və ya yerləri göstərmək üçün istifadə olunur. من هذا Bu kimdir? أهذا جاري Bu mənim qonşumdurmu? أذاك صديقي O mənim dostumdurmu? هل جاري قريب مني Qonşum mənə yaxındırmı? هل جاري هنا Qonşum buradadırmı? من ذاك O kimdir? هل هذه صديقتك Bu sənin rəfiqəndirmi? هل تلك والدتها O onun anasıdırmı? هل هي عاتكة O Atiqədirmi? هل هو في الغرفة O otağın içindədirmi? هل صديقي بعيد مني Dostum məndən uzaqdırmı? وهل هو هناك Və o oradadırmı? هل صديقتك قريبة منك Sənin rəfiqən sənə yaxındırmı? هل هي هنا O buradadırmı? هذا جاري حامد Bu mənim qonşum Həmiddir. هذا منزله وهذه غرفته Bu onun evidir və bu onun otağıdır. جاري حامد هنا ومنزله هنا وغرفته هنا Qonşum Həmid buradadır və onun evi buradadır və otağı buradadır. جاري حامد في غرفته Qonşum Həmid öz otağındadır. من هذا Bu kimdir? أين جاري حامد Qonşum Həmid haradadır? أين منزله وأين غرفته Onun evi haradadır və onun otağı haradadır? وذاك صديقي عبد Və o mənim dostum Abiddir. ذاك منزله وتلك غرفته O onun evidir, o isə onun otağıdır. صديقي عابد هناك ومنزله هناك وغرفته هناك Mənim dostum Abid oradadır və onun evi oradadır və onun otağı oradadır.
وصديقي عابد ليس في غرفته. Mənim dostum abid otağında deyil. بل هو في حديقته. Əksinə, o öz bağçasındadır. من ذاك؟ O kimdir? أين صديقي عابد؟ Mənim dostum abid haradadır? أين منزله وأين غرفته؟ Onun evi haradadır və onun otağı haradadır? تمرين الدرس التاسع. 9-cu dərsin tapşırığı. Burada verilən tapşırıqları özünüz oxuyun, özünüzdəki tapşırıqları həll edin, nöqtələrini yerdə doldurun, suallara da cavab verin. Biz isə keçirik lüğət oxuyaq. قريب، Yaxın, بعيد، uzaq, من، dandan şəkilçisi, منزل، mənzil, ذاك، bu yaxını bildirir. ذلك. O, bu uzaq mənasındadır. هنا، Bura, burada yaxını bildirir. هناك، Burada orta məsafədən bildirir. هنالك. Burada, orada uzağı bildirir. حديقة، Bağça, ليس، deyil, yoxdur. عن، Barəsində, جار، qonşu, جاري، qonşum. تلك، Bu, o, yaxın, uzaq. مسلم، Müsəlman, شر، şər, pis, نار، od, عبادي. bəndələrin, إذا، əgər, محسن، yaxşı iş görən.